Bakıda 8 noyabr Zəfər günü ilə bağlı keçiriləcək tədbirlərə hazırlıq məqsədi ilə bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. Bu barədə məlumatı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yayıb. Bildirilib ki, noyabrın 5-i və 6-sı saat 10:00-dan 16:00-a dək Bakı Su İdman Sarayından, Teleteatr binasının yanından və Şeyx Şamil küçəsindən Azneft dairəsi istiqamətinə, həmçinin Neftçilər prospekti, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli və 8 noyabr prospektinin bir hissəsi, Ağşəhər bulvarı Xəqani Rüstəmov küçəsindən Yusif Səfərov küçəsinə qədər olan ərazilərdə hərəkət məhdudlaşdırılacaq. Paytaxtın cənub girişindən şəhər mərkəzinə gələn sürücülər Bakı Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində 3-cü kənar dairəvi yoldan keçməklə 20 yanvar və ya Yeni Yasamal istiqamətinə hərəkət edə bilərlər. 20-ci sahə və Bayıl qəsəbəsində yaşayan sakinlərə isə Qurban Abbasov küçəsi, Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələrindən istifadə etmələri tövsiyə olunur. Şəhər mərkəzindən Xətai və Nizami rayonlarına doğru hərəkət edən sürücülər Şəmsi Bədəlbəyli, Azadlıq prospekti, Nizami və Yusif Səfərov küçələrindən istifadə edə bilərlər. Heydər Əliyev prospektindən Yasamal istiqamətinə gedənlər isə Yusif Səfərov küçəsindən keçməklə 28 may Rəşid Behbudov, Füzuli və Abdullah Şaya küçələrinə yönələ bilərlər. Dövlət Yol Polisi bildirir ki, məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin giriş-çıxışlarında əməkdaşlar xidmət aparacaq və nəqliyyat vasitələri alternativ yollara yönləndiriləcək. Sürücülərdən xahiş olunur ki, qeyd edilən məhdudiyyətləri nəzərə alsınlar. Şəhərin mərkəzinə mümkün qədər ictimai nəqliyyatla hərəkət etsinlər və fərdi avtomobillərdən az istifadə etsinlər.